قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وكأي من دابة لا تحمل رزقها الله يرزقها وإياكم وهو السميع العليم صدق الله العظيم Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugünkü cümə xütbəmizin mövzusu ruzu haqqında, əsaslayan halal ruzu haqqında olacaq inşallah. Demək, Allah-u Teala Quran-ı Kərimin Ənkəbut surəsi 60-cı ayəsində gözəl bir ayə buyurur. Ayə keçməmişdən əvvəl ayənin nüzul səbəbi var. Deməli, insanlar Allah Rəsulunun dövründə Məkkədən öz dədə-baba torpaqlarından başqa yerlərə, yəni kafirlərdən xilas olmaq üçün başqa yerlərə hicrət edirdilər, köç edirdilər. Və bəzən də bu insanların içərisində elə insanlar olurdu ki, qayıdıb deyirdilər ki, biz neçə ildə artıq burada yerləşmişik, bütün işimiz, gücümüz burada, biz filan bölgəyə getsək, orada necə dolana bilərik, necə iş qura bilərik özümüzə. Yəni, ruzu məsələsində biraz deməli düşüncəyə qapılmışlar ki, bu ruzunu biz necə əldə edərik? Allah-u Teala da Ənkəbut surəsi 61-ci ayəni endirdi və orada bizlərə belə bir ayə buyurur. وَكَأَيِّن مِّن دَبَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا Neçə heyvanlar var ki, onlar öz ruzularını daşıya bilmirlər. Deməli, bu ayənin təfsiri belədir ki, yəni neçə heyvanlar var ki, yəni özləri üçün, deyək ki, biz insanlar olaraq gələcək üçün ruzu yığırıq, nəsə bir mal yığırıq. Amma neçə heyvanlar var ki, onlar nəinki öz ruzularını rahat şəkildə əldə edirlər, çətinliklə əldə edirlər, həm də onlar gələcək üçün bir planları yoxdur, ruzu haqqında bir planları yoxdur. Yəni, bizim deyək ki, ambarımız var, nəyimizsə var, amma bəzi heyvanların belə bir şeyi yoxdur. Yəni, Allah demək istəyir ki, yəni, belə bir heyvanlara, belə bir canlılara mən ruzu vermişəmsə, əlbəttə sizə də verərəm. Və davamında buyurur, Allahu yarzuquha və iyyəkum. Allah onlara da ruzu verir, sizə də ruzu verir. Və huvəs-səmi'ul alim. O, hər şeyi eşidən və hər şeyi biləndir. Həqiqətən də bu ayə bizə deməli bir təsəlli verir ki, heç vaxt Allah bizi ruzsuz qoymaz. Çünki Allah Teala özü buyurur ki, Allah onlara da, sizə də ruzunu verər. Bəzən biz necə oluruq ki, demək, harama əl uzadırıq. Burada əlbəttə ki, şeytanın birinci növbədə şeytanın bir hiləsi var, şeytanın əl işi var. Demək, bura keçməmişdən əvvəl biz onu deyək ki, Allahın məşhur 99 adı var. Əlbəttə, Allahın daha çox da adları, ən məşhurları deyək ki, 99-dur. Onlardan biri də Rəzzaq adıdır. Rəzzaq da qarşılıqsız və qarşılıqsız ruzi verən deməkdir. Yəni, öz yaratdıqlarına ruzi verən deməkdir. Biz Allahın bütün adlarına iman gətirdiyimiz kimi, bu ada da, bu Rəzzaq adına da iman gətirməliyik. Yəni, arxain olmalıyıq ki, Allah özünə bir ad qoyubsa, Rəzzaq adını qoyubsa, nə olursa olsun, harada oluruqsa olaq, mütləq Allah bizim ruzumuzu verəcək. Bəs necə olur ki, iman gətirdiyimiz halda biz ruzu məsələsində çətinlik çəkirik, şübhəyə düşürük, qorxuya düşürük. Əlbəttə ki, bayaq dediyimiz kimi bu işdə şeytanın əli var. Deməli, Allah Teala Bəqərə surəsi 268-ci ayda belə buyurur. Şeytan sizi kasıbçılıqla qorxudar və sizi pis işlər görməyə sövq eləyər. Yəni, hər zaman şeytan sanki bizə Allahın rəzzaqlığını, Rəzzaq adını unutturur, bizi kasıbçılıqla qorxudur, əlimizi atıb cibimizə kiməsə bir sədəqə vermək istəyəndə şeytan deyir, saxla, özünə lazım olar. Hal-hazırda indi yaşayırıq, bilmirik ki, bir aydan, 2 aydan sonra yaşayarıq, yoxsa yox. Hətta neçə illərimiz üçün ruzu yığırıq, pul yığırıq, para yığırıq ki, gələcəyimiz üçün bir, deməli, şərait quraq. Amma heç bilmirik ki, biz həmin vaxtda gedib satarıq, yoxsa yox. Bu da əslində şeytanın bir hiləsidir. Və şeytan nə edir? Şeytan sizi, deməli, kasıbçılıqla qorxudur və sizə pis işlər görməyə vadar edir, sizə sövq edir, pıçıldayır qulağımıza, vəsvəsə verir ki, pis işlər görün. Pis işlər də nədir? İnsan kasıbçılıqdan qorxduqdan sonra əlbəttə ki, düşünür ki, mən acından öləcəm, mən çətinliklər çəkəcəm və başlayır harama əl atmağa. Haram da əlbəttə ki, ən çirkin işdir. Və deməli, nə edir? Şeytan bizə təlqin edir ki, bax, əmivə bax, dayıva bax, əmoğluva, qonşuva, dostuva bax, o hər bir şəraiti qurub özü üçün səndən rahat yaşayır, səndən yaxşı yaşayır, gündə yeyib, içir, gəzir. İnsan da nəfsişar bir varlıq olduğu üçün həqiqətən də şeytanın bu hiləsinə aldanır və başlayır harama əl uzatmağa. Amma Allah Teala davamında, ayının davamında belə bir söz buyurur. Allah isə sizə öz tərəfindən bağışlanmaq və bərəkət vədəsi verir.
Yəni Allah Taala bildirmək istəyir ki, şeytan sizi kasıbçılıqla qorxutsa da, sizin əlinizdə az bir mal olsa da, Allah sizə bərəkət vədəsi verir. Yəni o əlinizdəkinin qədrini bilsəz, ona şükr etsəniz, Allah ona bərəkət verəcək. Əlbəttə ki, insanlar bir-birinə bəzən bir çox məsələdə bir-birinə həsəd apardığı kimi, paxıllıq etdiyi kimi, ən birinci məsələlərdən biri ruzu məsələsidir ki, pul məsələsidir ki, insanlar daha çox bir-birinə bu şeydə həsəd aparır, paxıllıq edir. Amma Allah Teala bizə bir ayə buyurur, bu ayəni biz həqiqi mənada Quran-ı Kərimə deməli, tam şəkildə, yəqin şəkildə iman etsək, Allahın bizə verdiyi hər bir şeyə razı olaraq. Allah Teala buyurur, Vallahu fəddələ bə'dakum alə bə'din fir-rizqi. Allah sizi ruzu məsələsində deməli, bir-birinizi digərinizdən üstün etmişdir. Yəni, sizin bəzilərinizə, bəzilərindən daha çox ruzu verir. Və biz buna qane olmalıyıq, razı olmalıyıq. Əlbəttə, əziyyət çəkməliyik, bu ayrı bir məsələ. Əziyyət çəkdikdən sonra əlimizə gələn mal az da olsa ona qane olmalı. Yəni, çox da meyl etməmək, əlbəttə ki, çox qazana bilərsən, amma haram varsa ona aldanmamaq lazımdır. Deməli, Allah Rəsulü bizə hər zaman halal axtarışında olmağı əmr edir. Bir hədis şərifdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, deməli, talabul halal fəridatun alə kulli muslimin. Deməli, halalı tələb etmək, yəni halalı araşdırmaq, qarşınıza bir şey çıxdığı zaman o haramdır yoxsa halal, bunu tələb etmək, yəni bunu araşdırmaq fəridatun, fərzdir alə kulli muslimin. Hər bir müsəlman üzərinə halala əməl etmək, haramdan uzaqlaşmaq vacibdir və fərzdir. Deməli, biz bir hədis şərifdə oxuyandan sonra yenə də bir rahatsızlıq taparıq ki, nə olursa olsun, hətta biz ruziyə yaxınlaşmasaq belə, o bizə yaxınlaşacaq. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm hədis şəriflərin birində belə buyurur. Əcəliniz sizi necə təqib edirsə, ruzunuz da sizi o cür təqib edir. Yəni, hara gedirsə gedək, bir əcəl deyilən bir şey var ki, o bizi daim kölgə kimi izləyir, vaxtımız satan kimi artıq biz bu dünyadan gedirik. Ruzu da belədir. Əgər bir şey bizim ruzumuzdursa, biz ondan uzaqlaşsaq da, ona yaxınlaşsaq da, o daim bizi iləndir. Əgər o bir şey bizim ruzumuzdursa, bizim qismətimizdirsə, Allah onu bizim üçün yazıbsa, mütləq o bizim olacaq. Və Allah Rəsulü davam edir. Əgər ruzu üçün sıxıntı çəksəniz, Allahın əmrinə uyğun hərəkət edin. Ola bilər ki, gördünüz ki, biraz çətinliyiniz var, biraz kasıbçılıq üz verib sizə, Allahın qoyduğu yollarla bu ruzunu axtarın. Əlbəttə ki, haram da bəllidir, halal da bəllidir. Yəni, biz o ruzunu Allahın göstərdiyi yolla, Peyğəmbərimizin dediyi üsullarla axtarmalı, qazanmalıyıq. Bəzən insanlarda belə bir şey var, möminlərdə. Əlbəttə ki, axirətə inanır, Allaha inanır, sadəcə nəfsinə güc gələ bilmir və bəzən harama əl uzadır. Və sonda bu adam peşman olur, bəzən özünə haqq qazandırır, puldan da əl çəkə bilmir və eyni zamanda bilir ki, bu gördüyü şeylər səhvdir, bunun qazancının içində bir haramlıq var, başlayır nə etməyə? O malından sədəqə vermək, zəkat vermək istəyir ki, sanki özünə biraz təsəlli tapsın. Əlbəttə ki, infaq, yəni zəkat, sədəqə ancaq təmiz şeylərdən verilə bilər. Yəni, bu hər nə qədər haramdan qazanıbsa, onu kasıblara xərcləsə də, o şeydə onun verdiyində heç bir savab yoxdur. Və hətta insan haramdan qazansa və o haram hissəni kasıblara versə, ondan qəbul olmayacaq. Hətta onun verdiyi nəinki qəbul olmayacaq, onun verdiyi belə harama, deməli, haram işdə xərclənəcək. Bir günləri buna bir misal verək, olmuş bir şeydir. Bir gün bir tələbə öz şeyxinin yanına gedir. Yəni, öz müəlliminin yanına gedir. Şeyx də hər zaman görür ki, bu tələbəsi imkanlıdır, amma hiss edir ki, bunun qazancında harasa bir haramlıq var. Və bir gün zəkatının vaxtı olur, deyir ki, ey şeyx, mən zəkatımı vermək istəyirəm, kimə verim, sən məsləhət gör. Deyir, yox, sən özün ver öz zəkatını, gedərsən, qarşıla kim çıxarsa, ona öz zəkatını verərsən. Bu da gedəndə qabağına bir kör adam çıxır, götürür sevinə-sevinə ki, demək ki, mənim bugün zəkat verəcəyim belə bir insandır və nə yaxşı da ki, bu kör bir insandır, tam deməli bu insanın halalıdır. Tam elə belə bir insana çatır mənim zəkatım, sədəqəm. Götürür, verir ona, çıxır, gedir evə. Sabah o yoldan qaydanda görür ki, bu kör başqa bir körlə söhbət edir və ona deyir ki, dünən bir nəfər gəlmişdi, xeyli mənə pul verdi, mən də bu pulu apardım, deyək ki, çayxanada mı, pivəxanada mı, onu apardım orada, şərab içdim, pivə içdim, araq içdim,
Bu yəni belə deyək ki, mən onu bu şəkildə xərclədim. Yəni kef çəkdim onun pulu ilə. Bu adam şoka düşür ki, yəni mən buna sədaqə niyyəti ilə vermişəm. Bu isə aparır Allahın haram etdiyi şeylərdə xərcləyir, yeyib içir, yəni əlbəttə ki, haram üsullarla. Və bu adam çox peşman olur, məyus olur və qəzəbli şəkildə durur, gəlir şeyxinin yanına ki, belə bir hadisə baş verdi. Şeyxi deyir ki, narahat olma, mən də sədəqəm var, zəkatım var, deyək, infaq olması əlimdə biraz malım var. 1 dinarmı 1 dirhəm, ala bunu, gedərsən, qarşıva kim çıxsa ona verərsən. Bu da götürür bunu, yolda gələndə bir nəfər insan çıxır qabağına, cavan bir insan, görür ki, əlində bir quş var, ölü bir quş var. Deyir ki, o quşu nə edirsən? Deyir, mənim uşaqlarım acdır. Allah da Quran-ı Kərimdə buyurur ki, leş yemək, yəni ölmüş bir şey yemək haramdır. Amma bir insan o vaxt onu yeyə bilər ki, yəni ölməmək şərti ilə, ölməyəcək qədər yeyə bilər. Mən də çıxmışam evdən, bir quş çıxıb qabağıma, ölü quş. Əgər bunu kimsə qabağıma çıxmasa, mən məcbur bunu aparıb bişirib uşaqlarıma verəcəm. Deyir, ona at yerə, bəs bir nəfərin zəkatı var, onu sənə verir. O zəkatını verir ona, o adam çıxır gedir evinə. Və gəlir bu əhvalatı şeyxinə danışır ki, ya şeyx, sənin verəcəyin pul filan yerə getdi, mənim də verəcəyim pul filan yerə getdi. Deyir ki, ey oğul, mən bilirəm ki, sənin qazancında haramlıq var. Sənin qazancına haramlıq qatıldığı üçün sənin verdiyin sədəqə, infaq haram yerə xərcləndi. Amma mən heç vaxtı haram bir tikə qazanmamışam və əlimdə olan bir dinar da tam halal idi deyənə, o kiminsə, yəni az olan insanlara qismət olur. Yəni, biz hər nə qədər haram qazansaq və onu insanlara özümüzə bir təsəlli tapaq, ona aparım kasıblara verim, Allah mənə əff edəcək, belə bir şey yoxdur. Allah sənin mütləq o haram qazandığına görə cəzalandıracaq. Allah Rəsulu insanların halal qazanan insanlara xüsusi hörmət göstərərdi, xüsusi rəğbət göstərərdi. Bir gün Allah Rəsulununla bir səhabə rastlaşır. Əlbəttə ki, biz də o insanın ümməti, hər hansı birimiz Allah Rəsulu ilə qarşılaşsaq, deməli, əlbəttə ki, özümüzü itirərik. Yəni, biz Allah Rəsulunu görürük. Allah hər birimizə cənnətdə görməyi nəsib eləsin. Demək, səhabə Peyğəmbərlə qarşılaşır və Peyğəmbərin əlini tutur. O qədər sevincli olur ki, həyəcandan Peyğəmbər əlini çox sıxır. Və bir neçə vaxt deməli, əlini sıxır, saxlayır və sonra aralanıb gedir. Və sonradan yadına düşür ki, mən Peyğəmbərlə görüşdüyüm zaman əlləri də bu adamın çox qabarlı olur, əlbəttə əziyyət çəkən insan olur. O vaxtki dövrdə əlcək yox, belə bir şeylər yox. Yadına düşür ki, mən Allah Rəsulunun əlini mütləq incitmişəm. Və durur gəlir Peyğəmbərin yanına, deyir ki, ya Rasulallah, mən bayaq səninlə görüşəndə həyəcanlandım və özümü saxlaya bilmədim, əlvi sıxdım, bəlkə də sənin əlvə xətər yetirmişəm. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm ona təbəssüm edir, gülümsəyərək əlini götürür və deyir ki, bu əli Allah da sevir, onun Peyğəmbəri də sevir. Yəni o qabarlı əlləri Allah da sevir, onun Peyğəmbəri də sevir. İnşallah ki, deyir, bu əllər səni cənnətə götürəcək. Çünki hər bir haram insanı cəhənnəmə, hər bir halal da insanı cənnətə götürər.